Salam əziz və dəyərli şagirdlər, bu günlərim sizin üçün bir dənə video izaha baxacağıq, sualın izahına. Bizdən nə istəyir? Yiyəlik hal. İlk öncə yiyəlik haldan sonra apostrof S-dən sonra nə gəlməlidir? Yəni sifət ya plus isim, bu adlanır ismi birləşmə ya da apostrof S-dən sonra nə gəlməlidir? İsim. Deməli yoldaşlar, gəlin baxaq. İlk öncə advice ola bilər, gəlin bunu saxlayaq. Əgər özündən sonra ing gələrsə bu olmaz. Amma meeting, building, bu sözlər isim olduğuna görə, ing ilə düzələn isimlər olduğuna görə təbii ki bunlar olur. Birini çıxaq. Fond of feil gəlmiş gedir. Bu let's go, let us go-dur. Ona görə dedik gedəcək. Already, bu da onu göstərir ki bu has'in qısaldılmışıdır. Yerə getdi cavabımız olacaq A variant. İzlədiyiniz üçün təşəkkür.